Salam, hər vaxtınız xeyir. Bu gün OTK-nın keçirdiyi sınaq imtahanının suallarını izah edəcəm. Sınağımızda olan 31-ci sual. Sualımızda deyir ki, relyef vahidlərinə uyğun gələn xüsusiyyətləri müəyyən edin. Orinoco ovalığı, La-Plato ovalığı, Orta Sibir yaylası və Anadolu yaylası. Cənub və Qərb yarımkürəsində yerləşir. Cənub və Qərb yarımkürəsində yerləşən La-Plato ovalıqıdır. Ona görə 2-yə 1 gedəcək. Subekvatorial iqlim qurşağında yerləşir. Bildiyimiz kimi Orinoco ovalığı Cənubi Amerikanın şimal subekvatorialda yerləşir. Mülayim iqlim qurşağının kontinental tipində yerləşir. Mülayim iqlim qurşağının kontinental tipində burada Orta Sibir yaylası kəskin kontinental iqlim tipində yerləşir. Anadolu yaylası geosignal ərazidə yerləşir. Türkiyənin ərazisindədir və geosignal ərazidir. Ona görə 1-ə 2, 2-yə 1, 3-ə düzgün cavabımız olacaq D variantı. 32-ci sualda xəritə sıxımında qeyd edilmiş ölkələrin hər ikisində formalaşan iqlim tipləri. Xəritə sıxımında verilən ölkələr Fransa və Almaniyadır. A variantında kəskin kontinental yanlışdır. Heç birində yoxdur. B variantında kontinental və mülayim dəniz. 32-ci sualımızda düzgün cavab B variantı. Mülayim kontinental, kəskin kontinentaldan danışır. Ona mülayim kontinental olsaydı doğru olardı. Yəni burada subtropikin kontinentalından danışır. B yanlışdır. C-də mülayim dəniz Aralıq dənizi. Aralıq dənizi Fransada olsa da Almaniyada yoxdur. C variantı da yanlışdır. D-də mülayim dəniz və mülayim kontinental. Ona görə düzgün cavab D variantı olacaq. Həm Almaniyanın, həm Fransanın qərb hissələri mülayim dəniz, mərkəzi və şərq hissələri mülayim kontinental iqlim tipindədir. Y variantında Aralıq dənizi yanlışdır. 33-cü sual, Kars relyef formaları hansı yarımadada geniş yayılmışdır? Əlbəttə ki, Balkan yarımadasında, həmçinin Balkan yarımadasında Postoyan mağarası Sloveniyanın ərazisinə düşür. 34-cü sual, xəritə sıxımında işarələnmiş ərazilər üçün ümumi xüsusiyyətləri müəyyən edin. İşarələnmiş ərazilər Cənubi Amerikanın cənub-şərqi, Afrikanın cənub-şərqi və Avstraliyanın cənub-şərq hissələridir. Cavan dağlar yerləşir. Xeyr, bu yanlışdır. Cavan dağlar yerləşmir. Hər üç hissə platforma ərazisidir. Passat küləklərinin təsirinə məruz qalır. Əslində, burada da, yəni Cənubi Amerikada çox cənub hissəni göstərir. Buna görə passat küləklərinin təsiri olmaz. İsti cərəyanların təsirinə məruz qalır. Bəli, Braziliya cərəyanı, Mozambik cərəyanı və Şərqi Avstraliya cərəyanı düzgün cavabımız C variantı olar. Subekvatorial iqlim qurşağında yerləşir. Xeyr, olmaz. Aktiv seysmiliyə malikdir. Xeyr, platforma ərazisidir. Ərazidə mümkün buxarlanmanın kəmiyyəti 1800 mm. Rütubətlənmə əmsalı 1,5 olarsa, əraziyə düşən illik yağıntının miqdarını hesablayın. Bildiyimiz kimi rütubətlənmə əmsalı bərabərdir. Yağıntı bölünsün mümkün buxarlanma və yaxud buxarlanma qabiliyyəti. Bizdə rütubətlənmə əmsalı verilib 1,5 bərabərdir. Yağıntını bilmirik, yəni x bölünsün 1800 mm. Buradan da x bərabərdir. 1800-ü 1,5-ə vurarıq. Bu da edəcək 2700 mm. Düzgün cavabımız 35-ci sualda olacaq B variantı. 36-cı sual, yay gündönümü günü gündüzün uzunluğu daha çox olan məntəqələri müəyyən edin. Yay gündönümü Günəş şimal tropiki üzərində zenitdə olur. Günəş şimal tropiki üzərində zenitdə olduğu üçün şimaldakı məntəqələrdə, yəni şimal yarımkürəsində və şimal qütb dairəsinə yaxın olan məntəqələrdə gündüzün uzunluğu da daha uzun olacaq. Ona görə burada düzgün cavabımız olacaq 1 və 6, yəni B variantı. 37-ci sual, Qaradəniz sahillərində yerləşən dağlar. Qafqaz dağları olar, doğrudur. Alp dağları olmaz. Kopet dağ olmaz. Kopet dağ Xəzər dənizinin cənub-şərq hissəsindədir. Cənub-şərqindədir, yəni bu olmaz. Pont dağları Qaradənizin cənub sahillərindədir, Türkiyə ərazisində. Doğrudur. Zagros dağları olmaz. İranla İraq arasındadır. Krım dağları Qaradənizin şimalındadır. Düzgün cavab 1, 4, 6, yəni Y variantı olacaq 37-ci sualda. 38. Yanlış fikri müəyyən edin. Orta Sibir yaylasının şərqində Verxoyansk silsiləsi yerləşir. Bu doğru fikirdir. Cənub-Qərbi Asiyada eol relyef formaları yayılmışdır. Bəli, Ərəbistan yarımadasında, xüsusilə də İran yaylasında doğrudur bu. Himalay dağlarının şimalında Tibet yaylası yerləşir. Bu da doğrudur.
Pamir dağlarının ən hündür zirvəsi Nepalın ərazisindədir. Xeyr, Pamir dağlarının ən hündür zirvəsi Kongur zirvəsidir. 7719 metrlə Çinin ərazisinə düşür. D variantı yanlışdır. Böyük Çin düzənliyi daha çox mənimsənilmişdir. Əlbəttə ki, doğrudur. Yağıntıların orta illik miqdarı 600 və 1000 mm olan məntəqələri müəyyən edin. Ağcabədi, Şəki, Ordubad. A variantı olmaz. Ağcabədi rayonu üçün bu yanlışdır əlbəttə ki. B variantında Şamaxı, Kəlbəcər, Tərtər. Şamaxı 400-600 mm-dir. B variantında düzgün cavabımız deyil. C-də Xocavənd, Qusar və Cəlilabad rayonları verilib. Burada da Cəlilabad rayonunda 400-600 mm arasıdır. C variantı yanlışdır. D variantında Qəbələ, Lənkəran, Zaqatala. Lənkəran, Zaqatala da zaten yüksəkdir və Qəbələ rayonunda da yağıntı 600-1000 mm arasıdır. Ona görə D variantı düzgün cavabımız olacaq. Şahbuz, Qazax, Bərdə rayonunda və Qazax rayonunda yağıntı o qədər yüksək deyil. 400-600 mm təşkil edir. Ona görə Y variantı da yanlışdır. Düzgün cavabımız olacaq D variantı. 40-cı sualda Afrikanın şimal hissəsinin cənuba nisbətən daha quraq olmasının səbəbi şimal hissəsinin daha geniş ərazi tutması. Daha enlidir, daha enli olduğu üçün daha quraqdır. A variantı doğrudur. Günəş şüalarının il boyu böyük bucaq altında düşməsi bu yanlışdır. Hər ikisinə zaten Günəş böyük bucaq altında düşür. Atlantik okean sahillərində soyuq okean cərəyanının keçməsi bu hər iki sahillərdə var. Bu əsas səbəb deyil. Qərb küləklərinin təsiri xeyr, bu olmaz. Enana axınları hər ikisində enana axınlıqdır. Bu da olmaz. Düzgün cavab A variantı. 41-ci sual Böyük Özdə yaylası Şimali Amerikada yerləşir və Qərbi Avstraliya yaylasının oxşar xüsusiyyəti. İsti okean cərəyanlarının təsirinə məruz qalır. Qərbi Avstraliya soyuq cərəyanlarda A variantı yanlışdır. Platforma üzərində yerləşir. Qərbi Avstraliya doğru olsa da Böyük Özdə yaylası platforma deyil. B də yanlışdır. Üzvi aləm kasıbdır. Bəli, hər ikisi səhra iqlimidir. Səhra iqlimi olduğu üçün üzvi aləm, yəni heyvanat və bitki aləmi zəifdir. Ona görə C variantı doğrudur. Dağ silsilələrlə əhatə olunmuşdur. Böyük Özdə üçün doğru olsa da Qərbi Avstraliya üçün yanlışdır. Tropik işıqlanma qurşağında yerləşir. Qərbi Avstraliyanın tropik xətti kəssə də Böyük Özdə tamamilə mülayim işıqlanma qurşağındadır. Y variantı yanlışdır. Xəritə üzərində hansı məlumatı vizual təhlil metodu ilə əldə etmək olar? Vizual bildiyimiz kimi yəni keyfiyyət göstəriciləri bilinir. Yəni xəritəyə baxanda gördüyümüz bütün məlumatlar, dağlar, düzənliklər, ovalıqlar vizual təhlil metodudur. Məntəqələr arasındakı məsafə kartometrikdir. Məntəqələr arasındakı nisbi hündürlük fərqi, yəni hesablama varsa kartometrikdir. Ərazinin iqlim xüsusiyyətləri bu olar, doğrudur. Ərazidəki çayların uzunluğu bu da kartometrikdir. Məntəqələr arasında yerli vaxt fərqini tapmaq bu da kartometrikdir. Ona görə düzgün cavab C variantı. 43-cü sualda Aralıq və Qırmızı dəniz Eyler-Venn diaqramına uyğun bənləri müəyyən edin. Boğaz vasitəsilə dünya okeanına birləşir. Bu hər ikisinə aiddir. Aralıq dənizi Cəbəl Tarıq boğazı vasitəsilə Atlantik okeanına, Qırmızı dəniz isə Bab-el-Məndəb boğazı vasitəsilə Ədən körfəzinə, yəni Hind okeanına çıxır. Subtropik iqlim qurşağında yerləşir. Aralıq dənizi subtropikin Aralıq dəniz iqlim tipindədir. Qırmızı dəniz isə tropik iqlim qurşağındadır. Ona görə Aralıq dənizinə gedir bu fikir. Şimal tropik xətti keçir. Bu Qırmızı dənizə aiddir. Çünki Qırmızı dənizi şimal tropik xətti kəsirək iki işıqlanma qurşağında yerləşir. Geosignal ərazidə yerləşir. Bu geosignal ərazidə yerləşməsini biz götürərik hər ikisinə. Çünki burada 1 yazdıq. Bu 4 olacaq. Hər ikisi geosignal ərazidədir. Tavaların sərhədi bölgəsindədir. 3 qitənin sahillərini yuyur. Qırmızı dəniz 2 qitə olsa da Aralıq dənizi 3 qitənin sahillərini yuyur. 2-yə 5. Və mərcan mənşəli adalar rast gəlinir. Aralıq dənizində mərcan mənşəli olmaz, amma Qırmızı dənizdə olar. Çünki temperatur daha yüksəkdir. Ona görə 1-ə 2, 5. 2-yə 3, 6. 3-ə də 1, 4. Düzgün cavabımız olacaq B variantı. 44-cü sualda Amazon və La Plata düzənlikləri üçün ümumi xüsusiyyətləri müəyyən edin. Denudasiya prosesləri üstünlük təşkil edir. Hər ikisi ovalıq olduğu üçün akkumulyasiya prosesləri olacaq. 1 yanlışdır. Relyefdə 4-cü dövr buzlaşmasının izləri müşahidə edilir. Xeyr, olması yanlışdır. Formalaşmasında çayların rolu böyükdür. Bəli, Amazonda Amazon çayı, La Platada da Parana çayı xüsusilə də seçilir. Hamar relyefə malik olan allüvial düzənliklərdir. Yəni çayların yaratdığı doğrudur. Çay axınlarının olduğudur. Platformanın qalxan hissələri yox, enan hissələri olmalıdır, yanlışdır. Seismik cəhətdən sabitdir, yəni platformadır.
3, 4, 6 düzgün cavab 44-cü sualda olacaq C variantı. 45-ci sualda uyğunluq pozulmuşdur. 1-də vulkanik mənşəli adalar göstərilib. 2-də də mərcan mənşəli adalar göstərilib. 3 Havay adaları da vulkanik mənşəlidir. 5-də İzlandiya adası da vulkanikdir. Amma 4 Newfoundland materik mənşəlidir. Ona görə 4 bizim 1 doğrudur, yəni uyğunluq pozulmuşdur. 1-də göstərilən ada mərcan mənşəli olsa da 2-də göstərilən Kalimantan adası materik mənşəlidir. Ona görə 2 də yanlışdır. Yəni yanlış cavabımız olacaq 2 və 4 C variantı. 46-cı sual. Dünyanın əsas daş kömür yataqları yerləşən əraziləri müəyyən edin. Mərkəzi Afrika əsasən mis yataqları ilə zəngindir. 1 yanlışdır. Appalaç dağları daş kömür doğrudur. Orta Sibir yaylası daş kömür həm də dəmir filizi ehtiyatlarına görə seçilir. Bu doğrudur. Cənub-Şərqi Asiya qalay wolfram və neftə görə seçilir. Yanlışdır. Böyük Çin düzənliyi fosforit yataqları ilə xüsusilə zəngindir. Bu da yanlışdır. Florida yarımadası Böyük Çin düzənliyində daş kömür yataqları ola bilər. Bu da doğru olar. Həm fosforit, həm daş kömür yataqları var. Amma Florida yarımadası əsasən fosforitdir. Ona görə düzgün cavabımız burada ən uyğun cavab 2, 3, 5, yəni A variantı olacaq 46-cı sualda. 47-ci sual. Miqyası 1 bölünsün 300 min olan xəritədə uzunluğu 15 cm olan yolun uzunluğu 1 bölünsün 500 min olan xəritədə neçə santimetr olur? Əvvəlcə birinci xəritəmizə əsasən biz həqiqi məsafəni tapa bilərik. Çünki xəritədəki məsafə bizə verilib. 1 santimetrdə 3 kilometr, 15 santimetrdə x kilometr olacaq. Buradan da həqiqi məsafəmiz olacaq 45 kilometr. Sonra ikinci xəritəyə, yəni bu həqiqi məsafəyə görə ikinci xəritədəki məsafəni tapa bilərik. Belə ki, 1 santimetrdə 5 kilometr, x santimetrdə 45 kilometr olacaq tənasüb qaydası ilə. X də buradan bərabərdir 9 santimetr. Düzgün cavabımız 47 olacaq D variantı. Coğrafi uzunluğu üçün saat quşağının orta meridiandan 45 dərəcə qərbdə yerləşən şəhəri müəyyən edin. 3-cü saat quşağının orta meridianı tapmaq üçün onu 15-ə vurmalıyıq. Çünki yer 1 saat 15 dərəcə dönür. 3-ü vurduq 15-ə, bu edici 45 dərəcə şərq uzunluğu. Və 45 dərəcə şərq uzunluğundan 45 dərəcə qərbdə yerləşən məntəqə düşəcək 0 dərəcə uzunluğa. Bu da London şəhəridir. 48-də düzgün cavab Y variantı. Greenwich meridianının keçdiyi şəhər. 49. Xəritə sıxımında ştrixlənmiş ərazilərdə yayılmış iqlim tipini müəyyən edin. Burada xüsusilə də burada, yəni fikir versək, qışı quraq keçən mülayim isti iqlimdir. Həmçinin qusar maili düzənliyində yağıntıları bərabər paylanan mülayim isti iqlimdir. Bu hissədə isə mavi rənglə göstərdiyim hissədə həm yay quraq keçən mülayim, həm də qışı quraq keçən mülayim isti iqlim var. Yəni bir sözlə bizdə verilən bu iqlim tipini müəyyən etsək, bu B variantı olacaq, yəni mülayim isti iqlim. 50-ci sual. Əlamətlərin aid olduğu okean cərəyanını müəyyən edin. Sakit okeanda yerləşir. Asiya qitəsinin iqliminə təsir göstərir. Yağıntıların miqdarını artırır. Yağıntıların miqdarını artıran isti cərəyanlardır. Bildiyimiz kimi isti cərəyanlar buxarlanmanı artırır. Ona görə Y variantı gedəcək. Kanar isti cərəyan deyil. Asiya qitəsinin iqliminə təsir edir deyərkən burada Alyaska olmaz. Gulf Stream olmaz, Asiya sahillərində deyil və sakit okeanda yerləşdiyin dediyi üçün Musson da olmaz, Hind okeandadır. Ona görə düzgün cavab Crusoe cərəyanı olacaq. C variantı. 50-ci sualda. 51-ci sualda xəritə sıxmasından fiziki aşınmanın intensiv olduğu məntəqələri müəyyən edin. Fiziki aşınma əsasən kontinental tropik iqlim qurşağında, yəni səhra iqlimi olan ərazilərdə fiziki aşınma güclü gedir. Burada da səhralarımız 2 Böyük Səhra, 4 Ərəbistan və 6 Qərbi Avstraliya səhrası olacaq. Yəni 2, 4, 6. 51-ci sualda C variantı. 52-ci sual. Temperaturu 30 dərəcə olan 1 metr kub havanın nisbi rütubətli 65% təşkil edir. Temperatur 10 dərəcə aşağı düşərsə, havanın nə qədər rütubət itirdiyini hesablayın. Bildiyimiz kimi 30 dərəcə temperaturda 1 metr kub hava maksimum 30 qram su buxarı tutabır. 30 qramımız 100%-dir. Hal-hazırda bizdə neçə qram olduğunu tapaq, yəni faktiki su buxarını tapaq. Bu da 65% təşkil edir. Buradan da 30-u vuraraq 65-ə bölərik 100-ə. Deməli 30 vurulsun 65 bölünsün 100. Bu eləcə 19,5. Deməli havamızda hal-hazırda 19,5 qram su buxarı var.
Deyir ki, temperatur 10 dərəcə aşağı düşərsə, hal-hazırda temperatur 30 dərəcə idi. 10 dərəcə düşərsə olacaq 20 dərəcə Selsi. Və bildiyimiz kimi 20 dərəcə Selsidə də 17 qram havada su buxarı ola bilər. Yəni maksimum 17 qram su buxarı ola bilər. 17 qram. Havamızda hal-hazırda 19,5 qram su buxarı olduğu üçün, yəni biz bunun temperaturu 20 dərəcəyə düşdürsək, 2,5 qram su buxarı itiriləcək. Yəni rütubət kimi itiriləcək, yağıntı kimi yerə düşəcək. Ona görə düzgün cavab 52-də olacaq C variantı. 53-cü sual. Okeanda dərinliyi 7500 metr olan çökəkliyə exolotdan göndərilən səs siqnalı neçə saniyə sonra qəbul edilir? Bildiyimiz kimi 1 saniyəyə səs siqnalı 1500 metr gedir. 7500 metr belə deyək, dərinliyə doğru biz əgər belə deyək, okeanın üzərindən 7500 metr dərinliyə doğru səs siqnalı göndərsək, bu 5 saniyə gedib çatacaq ora. Çünki 7500-ü 1500-ə bölərik, bu 5 saniyə eləyəcək. Və yenidən bir 5 saniyə də geri qayıdacaq. Yəni bir sözlə gedib gəlməsi 10 saniyə çəkəcək. Bu bizdə də sualda soruşulur ki, neçə saniyə sonra qəbul edilir? Yəni bir səs, belə deyək, səs dalğasını neçə saniyə sonra eşidərik? 5 saniyə gedəcək dərinliyə çatacaq, 5 saniyə də geri qayıtması, yəni 10 saniyə. Cavabımız olacaq 10 saniyə. 54-cü sual, dəmir filizi yataqlarını müəyyən edin. Göydərə xromit yatağıdır, 1 yanlış. Dəmiroğlu Daşkəsəndə doğru. Hamançay doğru Daşkəsəndə. Ağ yataq yanlışdır, civə yatağıdır. Kastaq polimetal yatağıdır, bu da yanlışdır. Daşkəsən bizim dəmir filizi yataqlarımızdır. 2, 3, 5, 54-cü sualda düzgün cavabımız. 55-ci sualda Kore yarımadasına aid olan xüsusiyyətləri müəyyən edin. Yağıntıların çox hissəsi ilin soyuq dövründə düşür. Xeyr, yanlışdır. Koreyanın cənubu subtropik musson, şimalı isə mülayim mussondur. Yağıntılar yay aylarında düşür. Platforma sahəsində yerləşir, doğru. Fəaliyyətdə olan vulkanlar yayılmışdır, xeyr, platformadadır. Şimal mülayim işıqlanma qurşağında yerləşir, əlbəttə ki, doğru. Yapon dənizi ilə Siyam körfəzi. Siyam körfəzi Cənub-Şərqi Asiyadadır, tamamilə yanlışdır 5. Ərazisində musson iqlim tipi müşahidə olunur, bunu da bayaq dedim. 2, 4, 6 düzgün cavabımız olacaq. 56-cı sual, doğru fikirləri müəyyən edin. Norveç, Bering, Oxud və Yapon dənizləri bioloji ehtiyatlarla zəngindir, doğrudur. Yəni bioloji ehtiyatlarla ən zəngin olan dənizlər bunlardır. Cənub-Şərqi Asiya ölkələri daha çox şirinləşdirilmiş okean suyundan istifadə edir. Xeyr, bu yanlışdır. Əsasən Cənub-Qərbi Asiya ölkələridir bu sahədə seçilən. Namibiya sahillərində almaz hasil edilir, doğru. Şimal dənizi sahilləri zəngin daş kömür ehtiyatlarına malikdir, yanlışdır. Hazırda Hind okeanı dəniz yük daşımasında 1-ci yeri tutur, xeyr, bu yanlışdır. Hind okeanı 3-cü yeri tutur. Süveyş və Panama kanalları dəniz nəqliyyatında mühüm rol oynayır. Əlbəttə ki, doğrudur. Düzgün cavabımız olacaq 1, 3, 6. 57-ci sual. Uyğunluğu müəyyən edin. Burada 1 Ərəbistan tavasıdır, 2 də Naska tavasıdır. Materik tipli yer qabığına malikdir Ərəbistan. Həm materik, həm okean tipli yer qabığına malikdir. Heç biri. Okean tipli yer qabığına malikdir Naska. Yəni həm materik, həm okean tipli yer qabığına ancaq böyük litosfer tavalara aiddir. Sakit okean istisna. Cənub-qərb istiqamətində hərəkət edir. Burada cənub-qərb istiqamətində hərəkət edən tava yoxdur. Ona görə bu da yanlışdır. Sakit okean odlu həlqəsinin formalaşmasında iştirak edir. Bəli, bu da aiddir Naska tavasına. Çünki sakit okeanın şərq sahillərində yerləşir. Yəni şərqi sakit okeanına aiddir. Ona görə 1-ə A, 2, C və Y olacaq düzgün cavabımız. 58-ci sualda deyir ki, Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman-Bozdağ palçıq vulkanı Azərbaycanın ən iri və ən fəal palçıq vulkanlarından biridir. Vulkan sonuncu dəfə 11 oktyabr 2025-ci ildə püskürmüşdür. Püskürmə güclü alovla müşahidə olunmuşdur. Yəni keçən il. Vulkan hündürlüyü 400 metrə çatan konus şəklindədir. Onun zirvəsində diametri 300 metr olan vulkan krateri yerləşir. Vulkanın dik yamacları dərin yarğanlarla parçalanmışdır. 58-də deyir ki, mətndə verilmiş vulkana aid olan xüsusiyyətləri cədvəldə yazın. Vulkanın yerləşdiyi tektonik struktur. Otman-Bozdağ vulkanı Bakı və Abşeron yarımadasında yerləşən bu vulkan Böyük Qafqaz qalxması olacaq. Bura Böyük Qafqaz qalxması yazmalıyıq. Vulkanın yarandığı suxurlar. Bildiyimiz kimi palçıq vulkanları çökmə suxurları olan ərazilərdə olur. Ona görə çökmə suxurlar.
Vulkan püskürdükdən sonra səthdə bərkimiş material. Vulkan püskürərkən püskürdüyü palçıq salsadır, amma bərkiyən materiala brekçi deyirlər. Ona görə bu brekçi olacaq. Vulkanın yamaclarında yaranmış relif formalarının ümumi adı. Burada özü də testin özündə əslində deyir. Vulkan dik yamacda dərin yarğanlarla parçalanmışdır. Yəni arid denudasyon relif forması. Arid denudasyon. Arid denudasyon relif formalarda şırım, yarğan, qobu aiddir. Ona görə arid denudasyon olacaq. Mətndə verilmiş vulkan tipinin Azərbaycanda yayıldığı əraziləri müəyyən edin. Və bu tip bir neçə vulkan adını yazın. Hər birinə aid ən azı 3 nümunə. Bir də yaza bilərik, yayıldığı ərazilərə müəyyən etmək üçün Abşeron, Qobustan, Cənub-Şərqi Şirvan, həmçinin Xəzər dənizinin sahillərini yaza bilərik. Həmçinin Xəzərin şef zonasını yaza bilərik. Çünki Xəzər dənizində də palçıq vulkanları mövcuddur. Bu tip bir neçə vulkanın adını, yəni palçıq vulkanlarının adını yaza bilərik. Bunlara Torağay, sonra Keyrəki vulkanlarını, yəni bu vulkanları ikinci sıraya yazmaq olar. 60-da deyir ki, mətndə verilmiş vulkan tipinə aid olan xüsusiyyətləri cədvəldə yazın. Vulkanların yerləşdiyi ərazilərdə yayılmış faydalı qazıntılar, çökmə sular, xüsusilə də neft və qaz ən əsas onlardır. Vulkanların təsərrüfat əhəmiyyəti, vulkanları təsərrüfat əhəmiyyəti kimi xəstəliklərin müalicəsində istifadə olunur. Yəni ən mühüm təsərrüfat əhəmiyyəti kimi onu yazmaq olar. Xəstəliklərin müalicəsi.